Hamıya salam, kanalıma ve videoma hoş gəlmisiniz. Başlıqdan da gördüğünüz üzere yeni başlayanlara tövsiyə videosu çəkmək istədim. Özüm də yeni başlayan şəxsəm. Yeni başlamaq istəyənin halından məncə ən yaxşı yeni başlayan anlayar mənim düşüncəmdən. Hal-hazırda YouTube'umu bir ay neçə gündə açmışam. Bu ayın 28'i 2 ay olur. Və bu dəqiqə 180 takipçiyəm. Kimisinin gözünə 180 rəqəmi balaca bir rəqəm gələ bilər. Amma indi videonun diğer dəqiqələrində nə qədər böyük bir rəqəm olduğunu anlayarsınız. İlk başda öz YouTube'a başlamamın haqqında danışmaq istəyirəm. Məncə hər bir kəsin uşaqlığına xəyalıdır YouTube'a başlamaq. Sizin, mənim bir YouTube'a başlamaq, YouTuber olmaq, TikToker olmaq. Diğeri isə məncə oyuncu olmaqdır. Oyuncu olmağa da yaxınlaşmışdım. Onun haqqında danışdığım videoda var. Əgər izləməmişsinizsə kanalımdan izləyə bilərsiniz. Diğeri isə dediyim kimi ünlü olmaqdır, YouTuber olmaqdır. Məndə də elə idi. Uşaqlıqda deyirdim. Bəlkə çox ciddi demirdim. Bəlkə deyib gedirdim. Çox israrla durmurdum deyə. Biz valideynlərimdən o razılığı ala bilməmişdim. Ta ki bu ilə qədər, bu il nə baş verdi deyəcəksiniz. Bu il başlamamışdan qabaq birinci öz videomu çəkdim. Və necə editləyərlər falan konkret sıfırdan öyrəndim. Bilmirəm nə qədər yaxşı editlədim. Editlədim, bitirdim. Getdim valideynlərimə dedim ki, mən belə bir video çəkmişəm, paylaşmaq istəyirəm. Artıq çəkmişəm və paylaşmaq üçün onlardan icazə aldım. Birinci heç kimə demirdim deyə tək video çəkmək dəhşət çətin idi. Ona görə deyirəm ki, bir işə başlamamışdan qabaq, əgər 18 yaşından aşağısısa, valideynlərinizin razılığını almağınız mütləqdir. Yəni onların razılığı olanda işlər həqiqətən çox rahatlaşır. Çünki mən ilk videomu çəkəndə onların xəbəri yox idi. Ona görə biraz narahat çəkmişdim də videonu. Onların xəbəri olandan sonra videolarımı axıcı bir şəkildə çəkirəm. Hətta mamam bəzən deyir ki, bu videoda bunu belə demə, belə də. Yəni bizə yol göstərirlər. Çəkdim, göstərdim. Mama dedi ki, get papanla danış. Onunla danışım, razılıqlarını aldım. Razılıq alandan sonra ilk videomu atdım. Proseslə izah eləyirəm. İlk videomu atdım. Məndə bir dənə həyəcan, bir dənə stres, yəni İlk videomda üstəlik kamera qarşısında belə rahat danışa bilmirdim. İndi də məncə çox rahat danışa bilmirəm. Yəni normal həyatda məni görsəz, çox rahat danışan, çox danışan bir də ki, bir şəxsəm. Amma kameraya tam yansıda bilmirəm. O da məncə hələ ki bu işin tam çox başındayam. Ona görədir. Amma hər videonu çəkəndə digər videoya nisbətən daha yaxşı danışdığımı fərq eləyirəm. Ya da mənə elə gəlir, bilmirəm. İndi söhbətdən çox kənarlaşmadan davam eləyirəm. Çəkdim, videonu göstərdim. 2 dənə abunə gəldi. Ne bileyim, 1 saat falan girdim. YouTube Studio proqramını yükləmişdim. Girdim, baxdım 2 dənə abunəm var. Məni bir dənə həyəcan, bir dənə belə bir fərq, elə bir 2 milyon takipçim olubdu. Amma dəhşət sevinmişdim. 2 abunəmi gördüm, baxın 2 abunəm var falan. 2 dənə abunəm var da fərqli insan idi. Bizimkilər ilk başda abunə olmadı. Yəni daha doğrusu mən istəmədim. Dedim, birinci abunələrin özü gəlsin, siz sonradan olarsınız abunə. 2 abunə gəldi. Sonra axşam yatdım. Səhər durdum, baxdım. 14 abunəm var. Üstəlik təzə başlamışam deyə. Təzə başlayanda ilk həyəcan daha yüksək zirvələrdə olur axı. Hər 10 dəqiqədən bir girirəm, baxıram. Abunəm artdı, abunəm qaldı falan. Belə indi hal-hazırda dediyim kimi 180 takipçiyəm və qalxacağımdan əminəm. Sizin dəstəyiniz təbii ki də önəmlidir. Ona görə videonun bu dəqiqələrində əgər kanalıma abunə deyilsiniz, abunə olsanız çox sevinərəm. Mənim YouTube'a başlama prosedurum belə getdim. İndi sizdən başlayaq. Hər kəsin məncə bir işə başlamamışdan qabaq tərəddüdləri var. Adi məsələn bir işə girəndə belə tərəddüdləri olur ki, necə olacaq, eləyə bilərəm falan. Hələ bu hamıya açıq bir işdirsə, tərəddüd belə yox, belə bir səviyyəyə gəlir. Məndə də elə idi. İlk başda valideynlərim razı olandan sonra o basic sual, ətraf nə deyər? İndi bu suala tam real aydınlıqla bir cavab gətirə bilərəm. Ətrafın nə dediyi mənim vecimə deyil. Həqiqətən belədir. YouTube'a başlamaq istəyən bir şəxssə, mənim sizə verəcəyim tövsiyə, linçlərə açıq olun. Həm öz həyatınızdan belə, həm də sosial media linçlərinə. Çünki həyatın hər bir yerində linçlər olur. Canlı həyatda da olur, sosial media həyatında da olur. Sadəcə canlı həyatda sizi linç eləyən qabağınızda da deyə çox vəzləmirsiniz. Yəni o təsir eləyir, amma sosial mediadakı kimi qədər təsirləmir. Ən azından mən də belədim. İlk linçimi almağımdan bəhs edeyim sizlərə. Açdım telefonu, dostum bizdə də heç yadımdan çıxmır. O da hələ ki YouTube'a başladığımı ona deməmişdim. İlk linç mənə təbii ki də adımdan gəldi. YouTube'a başlamamışdan qabaq onu bilirdim adımdan linç gələcək.
bu qədər tez olacağını bilmirdim şəxsən. Ona görə bir hayal kırıklığı, yəni Azərbaycanca danışıb xəyal qırıqlığı oldu. İndi Türkçe danışmamdan da linç gəldi bu arada. Yəni insanlar linç axtarmaq istəyirsə hellə tapar. Yəni siz mükəmməl onların gözündə ola bilmərsiniz. Özünüz onsuz mükəmməl insan yoxdur. Onlar mükəmməl insan yoxdur sözünə görə bir yerdən qüsurunuzu tapıb yoruma yazacaqdır. Sizin motivasiyanızı, nastroyeniyanızı düşürmək üçün əllərindən gələni eləyəcəklər. Təəssüf ki, insanlıq bu yerə gəlib. Şəxsən mənim də sevmədiyim o qədər adam var ki, o qədər bloger var ki, heç birinin yorumuna gelib pis yorum yazmaram. Görməmisiniz, görə də bilmərsiniz. Özüm YouTube'a başlayandan sonra bunu daha yaxşı anladım. Linçlənmək nə deməkdir? Mən belə linçlənən ordu kimi gəlməyib. Yağış yağmağa başladım. Linçlənən ordu kimi gəlməyib, amma həfifdən linçlər gəlib. Danışığıma ayrı gəlib. Kamera kalitəmə ayrı gəlib. Davranışlarıma ayrı gəlib. Sonra adım, yəni ən böyük linç adımdan gəlib. Yəni deyirəm də insanlar bir şey axtarmaq istəsə, lap sizi adınızdan vuracaqlar. Adımı özünü seçməmişəm. Buna görə nə edə bilərəm? Linç gəldi. Baxdım, təsəvvürlə çox belə gülərizli bir gün keçirirdim. Telefonu açdım. YouTube'dan bildirim gəldi. Mənim yaxşı bir şey yazacaqlar da, yəni bizim saflıq. Baxdım bildirimi üstdən belə elədim. Bu nə addır falan. Məsələn, bu haqda heç danışmaq belə istəmirəm. Adamı kayla almaq istəmirəm türklər demişkən. Buna görə də linç eləməyin, xahiş edirəm. Baxdım belə üstdən yazıb. Heç nə. Mən buna minik bir cavab yazdım. Hərt əsla bir cavab yazmadım. Yəni dedim, öz adımı özüm seçməmişəm. Özüm seçmədiyimə görə də, yəni bunda utanılacaq heç nə yoxdur. Zorbalanacaqdı falan. Nəsə bu tipli bir mesaj yazdım. Bu get-gedə çirkəfləşdi falan. Yəni klassik basic insan tipi də. Yəni dedim, təbii ki də sildim yorumunu və kanaldan gizlətdim. Gecə skrini elədim falan. Kanalımda çalışa bilim. Yalnız ilk başlayam deyə kötü yorumların qabağını ala bilirəm. Amma bir müddət keçəndən sonra təbii ki də ala bilmərəm, amma vaxtı buraxaram. Şəxsən alabildiyim müddətdə almağa çalışacağam. Linçlərə açıq olun. Mən get-gedə linçlərə açıq olduğumu düşünürəm. İlk başda deyildim təbii ki də. İndi isə yavaşdan düzəltməyə çalışıram. Mənə görə linç ayrı bir şeydir. Eleştiri tamamilə ayrı bir şeydir. Eleştiri insanların videolarının müsbət yöndə ilərləməsi üçün verilən fikirdir. Linç isə insanları motivasiyadan düşürmək üçün verilir məncə. Videolarda çalışa bildiğim qədər kəsməməyə çalışaram. Ona görə videolarda falan belə səslər gələ bilər. İndidən üzrlü sayım. Dediyim kimi, hər yerdə o tipli insanlar olurdu. Yəni bir dənə pislik axtarmaq istəsələr, axtara bilirlər. Sosial mediada da nə qədər insan var. Ona görə pis yorum gəlməsi tamamilə təbii bir haldır. Videonuzu çəkin. Ürəyinizdə necə istəyir elə davranın. Yəni deməyin, ay bunu görsələr nə olar, bunu falan kəs görsə nə olar. Bir dediyim kimi, valideynlərinizin razılığını aldınız. Всё, söhbət sizin üçün həll oldu. Özünüz də istəyirsinizsə, təbii ki də başlayın. Çəkin videonuzu. İlk videonuz önemli değil vlog olsun, önemli değil bir yere gitme olsun. Bir kameranı açın, özünüzü təqdim edin. Bu da bence bir videodur. Neyle başlamamıştım tabii ki de. Ben ad günüydü diye biraz onun fürsətlərindən yararlanıp ad günü başlamıştım. En önemli sual, yani ətraf nə deyər? Azərbaycanlılar vapşin yüklənir. Basic sual, ətraf nə deyər? Qohumlarım görsə mənə nə düşünər? Məktəbdə görsə videonu o birilərə atsa mənim haqqımda nə düşünərlər? Deməzlər bu niyə belə ərgəndi falan. Mən də elə düşünürdüm bu arada. Ona görə bu sualları yaxşı bilirəm. Cavabını da yaxşı tapmışam. Birincisi, dediyim kimi, valideynləriniz sizi onayladıqdan sonra ətrafdır, qohumdur. Heç kimin sizə heç nə demə haqqı yoxdur. Gör mənim ətrafımda hamı normal qarşıladı ya da normal da qarşılamış kimi davrandılar. Amma mən həqiqətən bəzilərini hiss elədim ki, işdən yaxşı qarşılamayıblar da. Mən yaxşı qarşılayıram. Mənim valideynlərim yaxşı qarşılayır. Qalanı vecimə də deyil şəxsən. Hərənin öz fikridir. Saygı duyaram. Amma qatılmaram. Məktəbdə o bunu atacaq, bu onu atacaq. Atsın da. Başa düşmədim. Siz burada bir şey eləmirsiniz ki. Siz burada günlük həyatınız necə keçir, onu atırsınız. Gör belə zorbalanacaq insanlar, zorbalanacaq şəxslər girib sosial mediada bir şeye baxmırlar. O adamların da qohumları vardı. O adamların da sinif yoldaşları var. O adamların da tanışları var. O adamlar zorbalaması. Elə bir şəxs tanımaram ki, onu həyatda heç kim zorbalamasın. Adi aktyorların çox vaxt baxıram, Türk aktyorlarının aktyor olmamışdan qabaqki danışıqlarına falan həqiqətən motivasiya verir. Mən də düşünürdüm, yəni uşaq vaxtı deyərdim, məsələn, uşaq vaxtı fikirləşərdim ki, ünlüyəm, belə röportaj verirəm falan. Mənim xəyallarım tamamilə bu yolda çizilmişdi və buna
Gerçəkləşdirmək üçün də əlimdən gələni eləyirəm və başlamışam. Ən önəmlisi başlamışam. Eləmişəm, eləməmişəm deyil. Başlamışam. Bu qədər. Dediyim kimi 2 ay əvvəlki Sidqənin neçə abunəçi var idi? 0. İndiki neçə? 180. Aralarında nə qədər rəqəm var, ona görə deyirəm də o 2 abunəni belə küçümsəmək lazım deyil. Mən şəxsən elə eləmədim, ona görə çox şadam. Dediyim kimi ətraf nə deyər, qohum nə deyər, o nə deyər, kim nə deyir desin. Bizə nə? Siz öz həyatınıza baxın. Həyatınızda o qədər momentlər olar ki, ətraf nə deyər deyə düşünəcəyiniz. Ona görə vecləməyin. Bu həyata siz özünüz üçün gəlmisiniz. Onlar üçün gəlməmisiniz ki, çalışabildiyiniz qədər öz yolunuzda davam edin. Başlamaq istəyənlər də əgər bu videonu görüb başlasalar, çox sevinərəm. Dediyim kimi, valideynlərin razılığı ilə təbii ki də. Başlayan olsa da yoruma yazmağı unutmasın. Videonun bu qismində reklam kimi gidəcəyindir. Reklam deyil, bu arada öz reklamımdır. TikTok hesabı açmışam. TikTokda canlılar açmaq istəyirəm. Belə söhbət falan aparmaq ya da sizin başınıza gələn qəribə bir olaylar, komik olaylar, belə güncəl həyatda fərqli şeylər, atraksiyonlar, nə bilim, yaşadığınız minimalist bir olayı belə bölüşüb ad çəkmədən və ünvan, yer, ad falan belə temalar çəkmədən mənə yaza bilərsiniz. Mən bunu videoların bir qismində istəyirəm ki, oxuyum falan, öz gözümdən necə yorumlayım. Belə bir şey eləmək istəyirəm. Dedim ki, bunu da sizin dəstəyiniz önəmlidir. TikTok abunəm 100 olsun. Bu dəqiqə 56-dır. 100 olsun. Böyük ihtimal mesaj yerini açarım. O da sizə görə. TikTokda o qədər dəxlisiz yazan var ki. Amma sizə görə açaram. Əgər siz də istəsəz, yorumda bölüşməyi unutmayın. Hekayələrinizi, başınıza gələn olayları mənə yazasınız. Ad çəkmədən təbii ki də. Olayları danışıb yorumlayaram. TikTokda görmüşdüm bu temanı. Və şəxsən mən də eləmək istədim. Belə. İndi yeni başlayan biri olaraq tam bu dəqiqə videonu durdurub ya da videonu axıra qədər baxsanız çox sevinərəm. Axıra qədər baxın, düşünün biraz. Bir 10 dəqiqə, 15 dəqiqə düşünün. Əgər həqiqətən bunu istəyirsinizsə, gedin valideynlərinizlə məsləhətləşin və başlayın. Nə ola bilər də? Yəni bu həyatda nə ola bilər? Onsuz 60 il sonra, 70 il sonra, lap deyim də bir əsr sonra sizdən kim qalacaq? Heç birimiz qalmayacaq bir əsr sonra bu videoya baxanlardan. Və qalan da ola bilər. İndi belə çox böyük danışmayım. Yəni, həyat nədir ki, su kimi axır keçir də bir iz buraxın. Gələcəkdə məsələn, soruşsa ki, sənin gəncliyin necə olub falan, insanlar olur da soruşurlar. Aç YouTube'u bax, gəncliyim necədir mənim də. Belə, video uzun oldu, qısa oldu, bilmirəm. Belə. Qaldığımız yerdən davam edirəm. Yəni, başlamaq istəyən həqiqətən başlasın, bezəməyin. Dediyim kimi, ətraf nə deyər, sizə nə deyər, hərənin ağzı var. Hər ağızdan çıxan sözü eşitməli olsanız, qulaq asmalı olsanız, sizin həyatınız belə yox, belə bir çətinlikdə olacaq. Ona görə özünüz nə istəyirsinizsə, onu eləyin. Bu həyata siz özünüz üçün gəlmisiniz, onlar üçün gəlməmisiniz ki. Buraya qədər məncə çox danışdım. Başqa məncə deyilməli olduğum mövzular varsa da ağlıma gəlmir. Əsas temalar bunlar idi. Yəni, bir ki, ilk videonu dediyim kimi nə çək olacaq. Vlog çəkə bilərsən. Denə öz başına gələn minik bir hekayəni danışa bilərsən. Ünvan vermədən. Sosial mediada çalışabildiyiniz qədər ünvan verməməyə çalışın. Sonra nə deyim, özünü tanıda bilərsən. Məsələn, mən çəksəydim hamıya salam, mən Sidqə, YouTube'a yeni başlayıram falan. Özüm haqqında biraz danışaram, öz hekayələrim haqqında. O qədər video fikirləri var ki, həqiqətən axtarmağa başlasaz, qabağınıza çıxacaq. Bugün məsələn, mən bu videonu çəkmək kimi bir planım yox idi. Çox danışıram deyə arada səhvlərə yol verə bilərəm. Bir planım yox idi. Qaldım. Dedim, niyə video çəkmirəm? Öz yaşadığım problemləri əminəm ki, dünyada yüzlərlə, minlərlə, də o minlərlə şəxslər yaşayıb da. Onları niyə minik kömək eləmə şansım varkən eləmirəm. Ona görə çəkdim. Kommentariyada nəsə suallarınız olsa da yazıb bölüşməyi unutmayın. Əlimdən gəldiyi bir formada cavablandırmağa çalışaram. Yəni, mənə də linç gəlib, linçlərin altından qalxa bildiyimi artıq düşünürəm. Ona görə mən bunu eləyə bilirəmsə, siz eləyə bilərsiniz. TikTok səhifəm bu arada videonun bu qismində yazacaq. Həqiqətən, takip etsəz çox sevinərəm. Takip edin, 100 abunəyə ulaşandan sonra mesaj bölməsini yəqin ki açaram. Orada dediyim kimi, istəsizsə əgər başınıza gələn hekayələri ya da mənim haqqında maraqlı olduğunuzu düşündüyüm sualları, belə cümlə səhv oldu. Mənim haqqında düşündüyünüz sualları yazın.
çalışabildiyim qədər cavablandırmağa çalışaram. Buraya qədər izlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı, videonu bəyənməyi, TikTok hesabımı takip etməyi unutmayın. Diğer videolarda görüşmək üzrə. Sağ olun, özünüzə güvənin və bu həyatı yalnız özünüz və sevdikləriniz üçün yaşayın. Ətraf üçün yox.